Hörmətli tamaşaçılar, əvvəlki video materialların birində Hüsülü kənd bələdiyyəsinin kənddə uzun illərdir yararsız vəziyyətdə olan Hüsülü Təzəkənd kənd yolunda apardığı təmir abadlıq işləri ilə bağlı sizlərə məlumat vermişdik. Sözügedən bələdiyyə bu dəfə kənddə sakinləri içməli su ilə təmin edən bulaqların təmiri və abadlaşdırılması istiqamətində lazımi addımlar atıb. Belə ki, 1-ci Qarabağ müharibəsi şəhidi Cavad Həsənovun adının əbədiləşdirilməsi məqsədi ilə kənd cəmaatı və şəhidin ailəsi tərəfindən inşa edilən bulaq bu yaxınlarda əsaslı şəkildə təmir olunub. Hər kəsin istifadə etdiyi bulağın ətrafı son illər baxımsız vəziyyətdə olduğundan və bulağın su boruları köhnələrək istifadəyə yararsız hala düşdüyündən Hüsülü kənd bələdiyyəsi və şəhidimizin qardaşı Məhəmməd Həsənovun dəstəyi ilə bulaq yüksək səviyyədə təmir olunaraq kənd sakinlərinin istifadəsinə verilib. Kənddə təmir olunan digər bulaq isə təxminən 1950-ci illərdə vurulan arteziyan quyusundan çıxan şirin içməli sudur. Son illər suyun təzyiqinin azalması demək olar ki, bulağın az qala qurumasına səbəb olmuşdu. Eyni zamanda bulağın ətrafı da bərbad hala gəlmişdi. Kənd bələdiyyəsi və sakinlərin köməyi ilə bu bulaq da təmir olunub. Burada xüsusi kompressor qurğuları quraşdırılıb. Bulağın ətrafı təmizlənib. Bulaq indi öz gözəl və müqəddəs nemətindən hər kəsə pay verir. Bir sözlə Hüsülü kəndində görülən bu işlər həqiqətən də göz oxşayır. Sakinlər də görülən işlərlə bağlı kənd bələdiyyəsinə və zəhməti keçən hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər. Uzun müddətdir bizim bu artizanımız batmışdı. Qonşu kənddən gedib su gətirirdik. İndi Allaha şükür bələdiyyə tərəfindən səs verib bələdiyyə seçmişik. Bələdiyyə tərəfindən artizanımız bərpa olunub, axır, yollarımız çəkilib. Hər şey öz qaydasındadır. Sağ olsun dövlətimiz bizim üçün belə gözəl bir şərait yaradıb. Siz də xoş gəlmisiniz. Həmişə belə çəkib, yaradıb, cəmaata göstərməyə sizdən belə xahiş edirik. Bütün kəndlər də bizim kimi bax belə sevinsin. Bələdiyyə Həsənov Arzu Zeynaloğlu çox sağ olsun. Kəndimizin yolları, müəyyən məsələn işlər hamısı çox pis vəziyyətdə idi. O gələndən hamısını bərpa eləyib. Allah ona dəyməsin. Bu artizan neçə vaxtdır qaynamadır o, dayanmışdır. Onun iştirakı ilə, köməyi ilə o artizanı bərpa elədilər. Allah köməklər olsun. Bizim bu qaynama artizan yay vaxtı təmiz quruyurdu. Qış olanda, payız gələndə başlayırdı az müddətdə yavaş-yavaş axmağa. Ümumiyyətlə, məsələn, yaxşı gəlmirdi. Son vaxtı baxdıq ki, təmiz artizan quruyub. Bələdiyyə ilə əlaqəli söhbətimiz oldu ki, bu artizanı ağaraq dedi ki, baxaq görək, öz xodu ilə çıxarsaq, düzəldə. Çıxmazsa, tok vasitəsilə çıxardı. Allah köməkləri olsun. Bələdiyyə ona köməklik elədi. Üstün, nə bilim, böyrün, başın, hər bir variantına bələdiyyənin iştirakı ilə bu artizan belə bərpa olundu. Allah ona dəyməsin, Allah kömək olsun. Sizin də Allah köməyiniz olsun. Su müqəddəsdir. Susuz həyat mümkün deyil. Suyunuz daim gəlsin, əziz kənd sakinləri. Hüsülü kənd bələdiyyəsinə isə bundan sonra bu kənddə görəcəyi bütün işlərdə uğurlar arzulayırıq. Gündüz sevindik Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.